Bu yaxınlarda yerli hakimlərimizdən biri ilə söhbətində qeyd etdi ki, bəzən UEFA o qədər yeni qərarlar, o qədər qarışıq təlimatlar göndərir ki, biz özümüz də bilmirik nə səhvdir, nə doğru. Bu gün ölkə futbolunda, xüsusilə son vaxtlar baş verənlər artıq yarışların elə ölkə futbolunun taleyini sual altına alır. Hətta oyunlara əcnəbi hakimlərin dəvət olunması ilə bağlı çağırışlar var. Bəli, ola bilər zaman-zaman hansısa hakimlər hansısa klubdan, hansısa şəxslərdən çəkinir. Ola bilər zaman-zaman hansısa hakimlərin qəsdən, bilərəkdən tərəf tutması ola bilər. Amma bu mütəmadi hal alırsa artıq məsələyə başqa tərəfdən baxmalıyıq. Hakimliyin ümumi səviyyəsində problem var. Bu problemin səbəblərindən biri isə odur ki, mütəmadi olaraq UEFA da yeni qərarlar verir. Biz dünya futbolunda, Avropa futbolunda da bunu müşahidə edirik. Hazırda gün-gün, an-an, həftə-həftə bunlar yaşanır. Bəzən bir epizoda penalti verən hakim həmin epizodun təkrarında başqa oyunda, başqa vaxt təkrarlanan zaman əks qərar verir. Yəni bu hazırda dünyada gedən prosesdir ki, bunun bir ucu da necə deyirlər, bizi tutur. Məsələ ilə bağlı ən yaxşı açıqlamalardan birini Qurban Qurbanov vermişdi. O bildirmişdi ki, hazırda dünya futbolunda hakimlik problemi yaşanır, amma mənim tövsiyəm odur ki, bizim hakimlərin öz dəsti xətti olmalıdır, öz stili olmalıdır və öz mövqeyi olmalı idi bu məsələ ilə bağlı. Daha fərqli oyunlarda fərqli reaksiyalar verməməlidir. Bu gün ayrı-ayrı klublar hamısı iddia edir ki, onlara qarşı kimlərsə nəyisə qəsdən edir və yaxud da əks tərəfə lehinə bilərəkdən hansısa jestlər edilir. Amma ümumiləşdirsək görərək ki, bu əslində belə deyil. Bu gün Neftçi, Zirə, Sabah, Qəbələ, Qarabağ, Turantovuz, aşağı pillələrdə olan komandalar, orta pillələrdə olan komandalar, hər kəs hakim səhvindən zərər görüb. Yəni bu gün biz deyiriksə ki, əgər Zirənin tərəfi tutulur, Zirə özü də mövsüm ərzində hakimliklə bağlı çox böyük əziyyətlər yaşayıb. Buna görə biz hansısa klublar, adlar və yaxud da şəxslər üzərindən deyil, ümumi hakimliklə bağlı məncə narahatlığı dilə gətirib üzərinə getməliyik. AFFA da gecikmədən bu istiqamətdə qərarlar verməlidir. Mövsümün son kritik oyunları qalıb. Əgər bu səhvlər təkrarlanarsa və yaxud da əcnəbi hakimlər dəvət olunmazsa, çox böyük qalmaqallar və problemlər qaçılmazdır.